Əziz izləyicilərim, dəyərli bir izləyicimin evindəyəm. O qədər izləyib ki videolarımı. Bir dənə şərait qurub, özümü öz evimdə kimi hiss edirəm. Bu ev bir huzurludur. İnandırım sizə tam səmimiyyətimlə bunu sizə izah edə bilmirəm də. Evin ab-havası terapiya mərkəzində bu mənzil. Bilmirəm, yerləşmə yerindən sizə bəhs edeyim, danışım. Bilmirəm, evin içindən danışım. Hər şey o 5 üstə gəldi də, yəni VIP-dir. Təsəvvür edin ki, bu mənzildə kartikalar görürsünüz. Şoka düşərsiniz də, yəni bilənlər zaten bilir, o məşhur Şəmsi Brent rəssamın, Özbəkistanın, Azərbaycanın sərgilərdə, Fransada, Almaniyada aksiyonda qaldırılara 100 min, o deyir 120 min aksiyon tablolarıdır. Sahibəsi çox zövqlü xanımdır. Sizdən yaxşı olmasın, yəni evi yaradım da, yəni bu mənzilin tarixçəsi belədir ki, mənzil alınıb Padmaya öz zövqü ilə təmir edib xanım. Bağ evlərini daha çox qalıblar, burada çox da yaşamayıblar, arada bir gəlib gediblər. Bu arada sizdən danışa Türk kafemi də, lokumdan da bir dadına baxım, şominəyə baxım. Mən sizə ev satmıram, mən sizə relaks satıram, terapiya satıram. Bəli, bax, bu mənzil 5-ci mərtəbədə yerləşir. 185 kvadrat da sahəsi var, 4 otaqdır. Ən əsası Elmlər metrosunun marka binasıdır. Yəni bu bina adı gələndə deyirlər ki, o bina markadır da. Yəni bilirsiniz, Elmlərdə 3 dənə marka bina var. Onların birində yerləşir bu mənzil. Bu mənzilin detallarına keçək. Mən otursam 6 saat gərək video çəkim. Gəlin sizə adəti üzrə bir-bir girişdən izah edeyim. Standart giriş hissəsi, dəhlizi, paltar dolabı, çamaşır otağı. Dəyərli izləyicilər, düşünürəm ki, bu mənzildə markalar saymaq biraz yüngüllük olar zaten. Hər bir detalı markadır. Ona görə də sizə o İtalyan rozetkalar, ola demirəm. Mətbəxə proyektdə dəyişiklik ediblər. Mətbəxə deməli həm zaldan girə bilirsiniz, həm də bu qapı kəndarından girə bilirsiniz. Mətbəx mebeli füsunkar, zərif, simek, yəni simegin elektronikaları çox bahadır da, pis çıxmasın, bilirsiniz ki, 2 dənə şey 10 mindir. Stipol və mənim başladığım hissə o qədər huzurluydu ki, səs tembrində yavaş-yavaş, relaks tembrində danışıram da sizdən. Bura zal otağıdır. Dəyərli izləyicilərim, komplo bu mənzil ala bilərsiniz. Üstündə qarajı da var. Sadəcə burada xanımın vermədiyi məsələ nədir? O əvvəldən deyil ki, sonra müştərilərlə problem yaşamayaq. Nostalji tərəfləri var. Bu gördüyünüz bunu verməyəcək. Bunu verməyəcək. Bir də buna 5 dənə detal var bu evdə ki, o verilmir. Bir də kartinkalar verilməyəcək, çünki o xüsusi olaraq xanım üçün nəzərdə tutulub. Amma divanlar Türkiyədən gəlib, çox marka divandır, adı da çox brenddir, onu demək ehtiyac yoxdur. Bir keçirik koridor hissəsində olan otaqlara, yəni yataq otaqlarına. Bu arada yerdə olan xərçələr də hamısı çox dəyərli Təbriz xərçələridir. Onlar hamon qalacaq evin içində. Danışarıq o detalları. Bura həmişə master bedroom deyirəm. Bu master bedroom da yataq otağıdır. Bu master bedroom mənim dilimə hardan düşüb özüm də bilmirəm. Amerikanlardan düşüb deyəsən. İçində bunun hamam otağı da var. Paltar dolabları geniş. Balkona çıxış var. Bura ev sahibinin, müəllimin ofisidir. Bura sonda keçərik. Gəlir sizə bir yataq otağını görsədim. Burada bir yataq otağıdır. Otağa uyğun olaraq kartinkalar, tablolar yerləşdirilirdi. Bu otağı ofis otağı kimi düzəldib sahibi. Burada artıq ciddi qərarlar vermək olar. Ailə ilə bağlı, qohum əqraba ilə bağlı. Dostlar,
Dəyərli izləyicilər, belə bir mənzil sizə təqdim elədim. Sənər kupçadır, üstündə qarajı dedim. Qiyməti görürsünüz, orada telefon nömrələrini görürsünüz. Baxmaq üçün bu eksklüziv evə zəng eləyin, uşaqlar açarlar gətirsinlər, açın, baxın. Sonra görüşərik, danışarıq inşallah. Hələlik.